Niyə insanlar mənəvi baxımdan özünü boşluqda hiss edir? Hər şeyin yolunda getməsinə baxmayaraq, insan həyatda nəyinsə əksiliyini hiss edir. Əslində bu sualın cavabı fəlsəfi ədəbiyyatlarda fərqli şəkildə mənalandırılır. Psixoloqların da fərqli fikirləri var. Amma mən bu gün öz fikirlərim əsasında sizinlə danışacağam. Hansı ki, mən düşünürəm ki, mənəvi baxımdan insanın özünü boşluqda hiss etməsi mənəvi baxımdan özünü təmin etməməsindən bağlıdır. Düşünün ki, bir insan acdır, bədən ondan yemək tələb edir və insan o aclığını təmin etmək üçün bədənin ehtiyaclarını qarşılamaq üzrə hərəkət edir və yemək yeyir, yemək əldə edib onu yeyir və bədəninə yəni qəbul edir. Və bununla da bədənin ehtiyacı qarşılanır, fiziki baxımdan insan özünü yaxşı hiss edir. Bu mənəvi baxımdan insanın qidalanmasında da belədir. Günümüzdə baxın, insanların günlük rutininə mən nəzər yetirirəm. Xüsusilə günlük rutini araşdırmağa bir həvəsim var. Hər gün ərzində nə işlə məşğul olursan, səhərlər nə edirsən, günorta nə edirsən, axşamlar xüsusi bir əyləncən varmı kimi suallar verirəm. Bunun mahiyyəti nədən ibarətdir? Yəni mən nə üçün insanlara belə sual verirəm? Çünki mənim üçün maraqlıdır ki, insan mənəvi olaraq özü üçün nə edir? Maddi olaraq, fiziki olaraq özünə yatırım edə bilər, amma mənəvi olaraq insan özünə heç nə etməyəndə müəyyən müddətdən sonra bir tükənmişlik yaşayır. Günümüzdəki insanların bir çoxunun rutini bu şəkildə olur. Səhərlər yuxudan qalxırlar, telefon zəngindən və tələsik şəkildə işə gedirlər, işdən qayıdırlar. İşdən qayıdandan sonra da müəyyən bir məşğuliyyətləri olur və yaxud da telefonda məşğul olub yuxuya gedirlər və yaxud dostlarıyla görüşürlər. Bu şəkildə standart bir həyat tərzi var və bu standart həyat tərzinin içərisində insan ehtiyaclarının bir çoxu qarşılanmır. Hansı ki, bura insanın mənəvi ehtiyaclarını daxil etmək olar. Mən əvvəlki videoların birində də qeyd etmişəm, əgər diqqətlə dinləmisinizsə, insanın mənəvi ehtiyaclarının qarşılanması, özünü huzurlu və xoşbəxt hiss etməsi üçün onun müəyyən bir hərəkətdə olması vacibdir. Necə ki, biz fiziki ehtiyaclarımızı qarşılamaq üçün müəyyən bir hərəkətin vacibliyi burada özünü göstərir. Yemək yemək istəyiriksə, özümüz üçün yemək hazırlamalıyıq və yaxud da özümüz üçün pul qazanmalıyıq ki, yeməkdə istifadə olunan ərzaqları ala bilək. Eləcə də mənəvi ehtiyacların qarşılanmasında insan hansısa bir hərəkətdə olmalıdır. Sən heç bir hərəkət etmədən, bütün gününü rutin şəkildə keçirməklə heç bir mənəvi həzz ala bilməzsən. Mənəvi həzzin alınması üçün, insanın özünü xoşbəxt və huzurlu hiss etməsi üçün nə istədiyini bilməsi lazımdır ilk olaraq. İnsanın mənəvi ehtiyaclarının fərqində olması lazımdır və özünün mənəvi ehtiyaclarını qarşılaması istiqamətində addımlar atmalıdır. Burada biraz fərqli özünü göstərir. Hansı ki, fiziki ehtiyaclar demək olar ki, insanların hamısında eynidir. Amma mənəvi ehtiyaclara gəldikdə, mənəvi ehtiyaclar baxımından nisbətən insanlarda fərqli özünü göstərir. Hansı ki, bir çox insanlar mənəvi ehtiyaclarını kitab oxumaq, hansısa fəlsəfi suallara cavab axtarmaqda tapırlar mənəvi ehtiyaclarını. Bununla qarşılayırlar. Bəzi insanlar musiqi dinləməyi seçirlər. Bəzi insanlar mütəfəkkirlərlə ünsiyyətdə olmağı və yaxud da çox yaxın bildiyi insanlarla dərin mövzularda söhbət etməklə bu ehtiyacını qarşılayırlar. Bəzi insanlar öz potensialını gerçəkləşdirmək üzrə həyatda müəyyən bir hərəkət içərisində olur və bununla öz ehtiyacını qarşılayır. Bunu tapmaq insanın özündən asılıdır. Yenə də burada hərəkət tələb olunur. Yəni siz irəli getməsəniz, müəyyən bir fəaliyyətdə olmasanız, o mənəvi ehtiyacınızın necə qarşılanacağı barədə heç bir fikir əldə edə bilməzsiniz. Mənim bu video çəkməkdə əsas məqsədim odur ki, heç vaxt nədənsə şikayət etməyə dəymir. Demək olar ki, insan həyatının əksər faizi, yəni deyərdim ki, 70-80% insanın özünün öz əlindədir və öz davranışları əsasında şəkillənir. Özünün qərarları burada mühüm rol oynayır. Siz də əhval-ruhiyyənizin dəyişməsindən, həyatınızda tez-tez nəyinsə yolunda getməməsindən narazısınızsa və bu barədə şikayətlənirsinizsə, ya atanızı günahlandırırsınızsa, ya ailənizi və yaxud da ətraf insanları, burada dönüb bir baxmaq lazımdır ki, burada sizin qərarlarınız nə dərəcədə əhəmiyyətlidir, özünüzün həyata baxış tərziniz nə dərəcədə əhəmiyyətlidir. Bunu təyin edəndən sonra insan onu xoşbəxt edən, ona mənəvi cəhətdən həzz verən nələr var həyatda, onu kəşf edir və onun istiqamətində addımlar ata bilir. Geçən dəfə Threads proqramı var, orada bir yazı paylaşmışdım ki, əgər insan öz potensialını
gerçəkləşdirmək üzrə hərəkət etmirsə, həzlər ardınca qaçır. Orada bir nəfər yazmışdı ki, onsuz da hər şey həzz prinsipi üzərində qurulub. Bu fikirlə tamamilə razıyam. Yəni bizim beynimiz həzz mexanizmi üzrə işləyir. Həzz və cəzalandırma mexanizmi. Amma burada mənim nəzərdə tutduğum həzzlər keçici həzzlərdir. Təbii ki, insan mənəvi olaraq qidalananda da müəyyən bir həzz yaşayır və bu həzz onu həyatda xoşbəxt edir. O hüzur və xoşbəxtlik hissini dadır. Mənim orada nəzərdə tutduğum insanın anlıq həzləridir. Bu dərin həzz hissini yaşamaq üzrə hərəkət etməyən bir insan keçici həzlər üzrə hərəkət etməyə başlayır və özünü keçici həzlərlə bir növ məşğul edir ki, o dərin həzz hissini yaşamaq üzrə getməsin. Mən düşünürəm ki, hər bir insanın daxilində belə bir proqram var. Yəni biz öz potensialımızı gerçəkləşdirmək üzrə proqramlanmışıq. Öz mənəvi həzz qaynağımızı kəşf etmək üzrə. Amma insan ki, bunun fərqində olmur, o həzz üzrə qaçmır, başlayır keçici həzlər üzrə hərəkət etməyə. Siz də nəzər yetirin öz həyatınızda keçici həzlərə nə dərəcədə yer verirsiniz və bu keçici həzlər nədən bir qaçış vasitəsidir? Bu da çox əhəmiyyətli suallardan biridir. Adətən həmin o keçici həzlər, hansı ki, gün ərzində telefondan çox istifadə etmək, sizə lazımsız olan videoları izləmək, müəyyən maddələrdən istifadə etmək, bu da siqaret asılılığı ola bilər, narkotik asılılığı ola bilər, içki asılılığı və digər buna bənzər həzz duyğusu yaşadan, anlıq həzz duyğusu yaşadan vərdişlərinizə, davranışlarınıza diqqət yetirsəniz, sizin nədən qaçdığınızı kəşf edə bilərsiniz. Onlar adətən bir qaçış vasitəsi kimi olur və belə insanlar mənəvi həzzi dada bilmir, təəssüflər olsun ki. Anlıq həzzlər də bir müddətdən sonra daha çoxunu tələb eləyir. Daha çoxunu tələb eləyəndə də siz artıq elə bir həddə gəlirsiniz ki, o çoxdan da həzz ala bilmirsiniz. Belə bir vəziyyət yaranır. Bu barədə də növbəti videoda danışa bilərəm. Anlıq həzz və onların insan psixologiyasına təsiri. Mövzunu burada yekunlaşdırıram. Mən işə tələsdiyim üçün burada hava almağa gəlmişdim. Düşündüm ki, nəsə bir video çəkə bilərəm. Çox gözəl hava var bu arada. Təşəkkür edirəm videonu izlədiyiniz üçün. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videoların davamı üçün səhifəni izləmədə qalın. Hələlik.